Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 2 otaqlı ev satışa çıxarıldı 60.000 manata. Bax bu gördüyünüz yaraşıqlı ev. Səliqə-səhmanlı evdir. Yerləşdiyi ərazidəki Saray qəsəbəsində Oba market var. O döngə, Quruqdakı Oba var. Düz elə oradan bəlkə bir 200 metrlik məsafə olar olmaz. Bax belə bir evdir. 2 otaqlı evdir, 60.000 manatadır, paket kupçalı evdir. Evində kupçası var. Torpağın da kupçası var. Buradan da ara məsafəsi var. Evin arxasına da keçmək üçün ara məsafəsi var. Bir də burada nəyi var? Bax, mərkəzi kanalizasiyanın trapıdır burada. Bu da padvalıdır. Bax görürsünüz. Qupquru ərazidir. Ya, burada nəmişlikdən söhbət gedə bilməz. Ərazi olaraq quru ərazidir. Bu da kombinin qoymaq üçün yeridir. Bax belə. 60 mindən də ev sahibi özü qiymətində endirim eləyəcək. Mütləq gəlin baxın. Neçə daş kürsülüdür? Hə? 7 daş kürsülüdür. 7 daş kürsülü evdir. Bax gəldik bu evin içərisinə baxaq indi. Gözləyək görək evin içərisi necədir. Gəlin. Bax belə bir koridordur. Burada işıqların kulçatranın yeridir. Buna göstərək. Kulçatranın interneti modemi də hazırdır. Burada da krişaya çıxmaq üçün yeridir. Bax belə koridor var belə. Birinci elə bir dənə bu qonaq otağına baxaq. Bax belə bir qonaq otağıdır. Yəni zalıdır. Görürsünüz. Bax 2 otaqlı evdir. Yəni əsl 2 otaqlı daha. Yəni mətbəxlə zal bir yerdə. Görürsünüz bu atelier qonaq otağıdır. Yəni zalıdır. Bax pəncərəsini də açılan öz həyətinə baxır. Əlavə bir yəni də fortifikası var. Qonaq otağından da elə birbaşa gəlirik mətbəxə. Burada mətbəxidir. Mebel arası keramikada vurulub, yerinə də keramika hətta vurulub. Bütün nöqtələri qoyulub, yenə bu pəncərə fortifikası öz həyətinə baxır. Burada da bir yataq otağı var. Burada da bir yataq otağı. Görürsünüz, yenə fortifika, pəncərə, yenə öz həyətinə baxır. Bax belə. Sanitariya qovşağına da baxar. Bu da sanitariya qovşağı. Bax belə, bir də izah edirəm, Saray qəsəbəsində Oba market var, o Zapravka Saray Petrovdan sağa dönəndə Quruqda Oba var. Həmən Obadan bu evə 200 metr məsafə olar olmaz. Orada da bilirsiniz, market, aptek, hər şey var, dayanacaq, bütün marşrutlar hamısı o yoldan keçir. 60.000 manatdan da kupçalı evdir. Mütləq ev sahibi özü endirib eləyəcək. Sağ olun.